Təəssüf, yığma komandamız növbəti məğlubiyyətini aldı. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasına 1-2 hesabı ilə uduzdu. Əslində oyuna kifayət qədər yaxşı başlamışdıq. Üstünlük bizim tərəfdə idi. Nərman Axundzadənin bir real gol fürsəti oldu. Təəssüf ki, onun zərbəsindən sonra Ukraynalı müdafiəçilər topu boş qapıdan çıxartdı. İlk 15 dəqiqə istədiyimiz kimi oyun gedirdi. İlk 15 dəqiqədən sonra tədricən üstünlük Ukrayna millisinin tərəfinə keçdi və oyundan öncə də qeyd etdiyimiz kimi rəqib daha çox cinah asmaları və uzaqdan zərbələrdən istifadə edirdi. İlk uzaqdan zərbədən sonra top qapı çatından qayıtdı. Ardınca cinah asmasından sonra Ukraynalı futbolçu hesabı açmağı, öz xeyirlərini dəyişməyə bacardılar. Fasilə ərəfəsində hava su kimi lazım olan qolu vurduq. Bərabərlik qolunu Nərman Axundzadə ilə vurduq. Və Nərman Axundzadənin qolundan öncə Emin Mahmudova qarşı çox sərt bir müdaxilə vardı Malinovski tərəfdən. Təəssüf ki, hakimlər həmin epizoda sarı vərəqə ilə kifayətləndi. Ümumiyyətlə, hakimlərdən söz düşmüşkən, oyunun 90 dəqiqəsi ərzində Avstriyalı hakimlər briqadası ikili mübarizələr, qayda pozuntuları zamanı daha çox Ukraynalıların lehinə qərarlar verməsi ilə yadda qaldı. Fasilədən sonra da milli komandamız kifayət qədər yaxşı oynadı, yaxşı mübarizə apardı. Təəssüf ki, Ukraynanın ikinci yarıda vurduğu qol oyunun yekun nəticəsini təsdiqlədi və 1-2 hesabı ilə məğlub olduq. Məğlubiyyətə rəğmən komandamız 90 dəqiqə layiqli mübarizə apardı, yaxşı mübarizə apardı, futbolçularımız döyüşdü. Xüsusi qeyd edəcəyimiz futbolçular Emin Mahmudov, Abdullah Xeybullayev, Nərman Axundzadədir. Kifayət qədər yaxşı oyun keçirdilər. Yalnız Anatoliy Nuriyev və Toral Bayramovun oyuna alınmadı, ansambldan geri qaldılar. Amma ümumilikdə bütün komanda layiqli mübarizə apardı. Təəssüf ki, sonda nəticə üzücü oldu. Amma düşünürəm ki, bugünkü milli komandanın mübarizəsi ən azı bir xalı Krakovda haqq edirdi. Ümumiyyətlə, uzun illərdir gözlədiyimiz milli bax bu millidir. Belə mübarizə, belə oyun, 90 dəqiqə belə döyüşmək, düşünürəm ki, alqışı haqq edir, təşəkkürü haqq edir. Bu milli komandaya inanmaq, bu milli komandaya güvənmək olar. Düşünürəm ki, bu milli belə davam etsə, yaxın zamanda daha yaxşı nəticələri ilə bizi sevindirə biləcək. Xanoğlan İmanov xüsusi olaraq Krakovdan Sport Info TV üçün isti-isti deyəcəklərim hələ ki bunlar.